Ölkəmizə qaydırıq. Bakı Dövlət Universitetinin ərazisində ekoloji təmiz enerji doldurma məntəqəsi istifadəyə verilib. Bakı Dövlət Universiteti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə tərəfdaşlığı ilə qurulan məntəqədən kimlər istifadə edə biləcək və məntəqənin əhəmiyyəti nədən ibarətdir? Təfərrüatlar sıradakı sujetdə. Bakı Dövlət Universitetinin ərazisində qurulan məntəqənin məqsədi bərpa olunan enerji qaynaqlarından, yəni günəş və külək enerjisi hesabına elektromobillərin sürətli enerjisini təmin etməkdir. Layihə rəhbəri Bakı Dövlət Universitetində Tələbə Elmi Texniki Yaradıcılıq Mərkəzinin direktoru İlyas Nəsibov deyir ki, stansiyanın ümumi gücü 22 kWh-saatdır və layihənin ideyası elektromobillərə enerji doldurarkən tamamilə sıfır karbon emissiyası ilə təbiəti qorumaq və dayanıqlı inkişaf məqsədlərinə riayət etməkdir. Bir elektromobilin istifadə elədiyi 1 kW enerjinin kömür və qaz elektrik stansiyalarında istehsalı zamanı təbiətə təxmini 840 qram karbon salınır ki, bu da əslində benzin mühərrikli avtomobillərin karbon salınımı ilə müqayisədə heç də kiçik rəqəm deyil. Ona görə də biz elektromobillərin ideyasının tamamlanması və təbiətin tamamilə karbon salınımından qorunması məqsədi ilə onların istifadə elədiyi elektrik enerjisini tamamilə alternativ enerji mənbələrindən, günəşdən və küləkdən təmin edirik. Ekoloji təmiz enerji doldurma məntəqəsinin layihəsi ötən il Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin 5-ci qrant müsabiqəsi çərçivəsində qrant alıb. İlk layihədir ki, eyni zamanda həm günəş enerjisi, həm külək enerjisindən istifadə etməklə universitet ərazisində həm əməkdaşlar, həm də təhsil alanlarımız üçün təmiz eko enerjidən istifadə imkanlarını yaradır. Düşünürük ki, bu ərazi, bu eko enerji məntəqəsi günəş enerjisindən istifadə, külək enerjisindən istifadə, eyni zamanda ekoloji problemlərin əyani şəraitdə göstərilməsi üçün bir məkan olacaqdır. Ekoloji təmiz enerji doldurma məntəqəsi heç bir elektrik enerjisi bağlantısı olmadan alternativ enerji mənbələri nəticəsində enerji istehsal edir ki, bu da belə stansiyaların ölkənin bütün regionlarında, hətta elektrik olmayan avtomagistral yolların kənarında yerləşdirilməsinə də imkan yaradacaq. Sənan Bəhrəmli, Elvin Muradov, ATV Xəbər.